Bizimle birlikte Elmir Manafov'du ve bugün çok güzel bir mevzusu var. Buyurun Elmir Bey. Təşəkkürlər. Ə, Danışacaqlarım daha aydın olsun deyə bu əlavəni deməliyəm. Məni tanıyanlar əsasında öz strukturum və rəhbəri idarə heyəti bilir ki, mən danışanda pis sözlərdən istifadə eləmirəm və pis sözləri dəyişirəm. İndi biz razılaşaq ki, belə bir sözlər də olur, pis hadisələr də olur. Amma heç onlarsız da olmur. Amma yenə də çalışıram bacardığım qədər dilimə onları gətirməyim. Və bunları bir növ bəhbəh sözlərlə əvəz edəcəm. Yəni bir bəhbəh desəm, nəzərə alacaqsınız. Bu o qədər də xoş olmayan bir şeydir və təxminən tutacaqsınız. Çünki hər biriniz ağıllı, savadlı insanlarsınız və biləcəksiniz mən nələrdən danışmaq istədim. Məsələn, deyək də ki, bir xəstəxanaya mən şəfa mərkəzi deyirəm. Çox hallarda rastlaşıram. Əminəm ki, siz də rastlaşarsınız və inanıram ki, siz etmirsiniz. Bəzən deyirlər öz övladlarına, ölərəm sənin üçün və ya bacı uşağına və ya qardaş uşağına və ya mən deyirəm, niyə elə deyirsiniz? Deyin, yaşayaram siz üçün, niyə elə deyirsiniz? Və ya da hər hansı bir ətir haqqında, Ariflem ətir haqqında danışırlar, ölürəm onun qoxusu üçün və ya bir yemək haqqında, ölürəm o yemək üçün. Deyirəm, niyə elə deyirsiniz? Deyin, sevirəm o ətri. Və yaxud da ki, necə yemək bişirmişdi, necə idi, yemək dadlı idi mi? Gah deyirlər, müsibət, qırğın, dəhşət, deyirəm, ay aman, elə deməyin. Deyin ki, həyat. Belə. Ə, Bir dəfə yadıma gəlir, şirkətdə idi, onda ofisimiz İçəri şəhərdə idi. Böyük övladım Ahu orada pilləkənlərdən qaçırdı və oradan belə bir şeylər baş verdi və qalxdı, üstünü təmizlədi və dizdən aşağı nahiyəsini tutdu. Tutanda başını qaldırıb gördüm, mən də baxıram, gülərək ona baxıram, belə qayıtdı. Ay ata, ayağım necə gözəl bitişdi. Bəzən bunları antonimlərlə də əvəz edirəm, amma əlaqəsi olmasa da deyirəm, olmaz, ancaq gözəl danışın, ancaq gözəl danışın. Bu yaxşı pis danışma haqqında mövzum olmadığına bura girməyəcəyəm, bura daxil olmayacağam. Və bir də çalışıram danışığımda hardasa da biraz yumor qatım ki, biraz da qarşı tərəfdə biraz təbəssüm yaransın. Ona görə əməkdaşlarımız bizdə ümumiyyətlə Ariflamda olanların demək olar ki 99% xanımlardır. Bəy varsa da xanımın həyat yoldaşıdır. Əvvəl dəstək kimi olub, sonra yanında olub. Onların həyat yoldaşlarına və ya nişanlılarına məhəbbət deyə xitab edirəm. Məhəbbət, sizin məhəbbət, sizin məhəbbət. Bu da doğrudan da çox xoş gəlir. Baxmışam elə bəylərdə də çox xoş yaranır bu məhəbbəti demək. Hə, bir də bir əlavə deyim, mənim bir toplayıcım var. İndi onlar da birdən onun haqqında danışıram. Birisi Sevil Əliyeva, mən ona Günay deyirəm. Biz ilk tanış olanda özünü mənə Günay kimi təqdim edib, hə, indidən də mən ona həmişə də mən ona Günay deyirəm. Dedim ki, biləsiniz. Özümü təqdim etdi, mənə təqdim etdi Zemfirə xanım sağ olsun, Elmir Manafovadır adım. Secret Team komandasının qurucusu və rəhbəriyəm. Bu nə deməkdir? Yəni mən bu komandanı yaratmamışam, amma belə bir komandamız var idi əslində. Sadəcə günün bir günləri nəzərə aldım ki, fikrə gəldim. Gəlsin ona bir ad da qoyaq. Gəlin bu sekretdən mənim bir üst liderim vardı. İndi hal-hazırda aramızda yoxdur. Artıq Marsdadır. Bilirik o buradan bizi izləyir və çox sevirdik onu. O həmişə mənə danışırdı. O vaxtlar mən çox lap çoxdan danışıram. Ee, Bir sekret filmi var, sir filmi var. Ona baxmaq lazım. Ona baxmaq lazımdı. O vaxtlar YouTube falan yox idi, disklər yox idi və kaset idi. Bizdə də evdə video maqnitofon olmadığından mən ümidim o idi ki, Mehriban xanım nə vaxt onu mənə göstərəcək, onda da baxacaq. O da vaxtaşırı ev toplantıları eləyirdi və Şəkiyə gedəsi oldu. Mən də özü qonaq apardı. Və digər üst liderim də o da bizimlədir həmişə. Əntiqə xanım, onu da çox sevirəm. Və biz bir yerdə getdik Şəkiyə. Şəkidə ev toplantımız oldu və həmin ev toplantısında ilk dəfə olaraq mən həmin filmə baxdım. Mehriban xanım biz o filmə baxa-baxa o filmi bizə danışırdı, saxlayırdı, izah edirdi, izahatlar gətirirdi. Çox bəyəndim o filmi. Yəni demək olar ki, həyatımı Ariflame büsbütün dəyişdi və bu sir filmi, sekret filmi çox böyük bir təsir elədi mənə. Demək olar ki, bəlkə də indiyə qədər yalan deyərəm, nə qədər adama mən o kitabı alıb hədiyyə etmişəm. İstər əməkdaşlarımdan, istər rəhbərlikdən əksər insanlara hədiyyə etmişəm həmin filmi və kitabı və bir orada da bir hər birinə də bir arzu da yazıb qoymuşam əvvəlində. Həqiqətən də bu film çox dəyişdi. Və o vaxtlar şirkətdə bir komanda vardı. Adı bir də baxdım bunlar bir ad qoyublar. İki kəs onda eşitdim ki, Ariflamda bir ad qoyublar komandalarına. Komandanın adı Virus Team idi. Baxdım ay Allah, virus team. Virus o qədər də yaxşı bir söz deyil. No, okey, olsun. Gəlsin bizdə bir ad qoyaq. Məsələn, bəzən biz baxırıq, deyirik ki, mağazalarda baxırıq, piştaxtalarda papirosları satırlar, bir qəşəng onu reklam edirlər, bir gözəl snetlər yazırlar.
Elə də bəhbə eləyirlər ki, sanki bir gözəl bir şey satırlar, gözəl bir şey məsləhət verirlər. Düzdür, niyə görə gözəl arıqla məhsullarımızı reklam eləməyək, əgər onlar o cürünə bir şeyləri reklam edirlərsə. Mən də düşündüm ki, gəlsənə biz də bir ad qoyaq. Da bu mənfi bir şey qoymaqdansa müsbət bir şey qoyaq və adını qoydum o zaman Secret Team. Və belə yarandı. Bizim bu Secret Team məsələmiz. Adətən axırda edirəm və düşündüm bu dəfə vaxtımız geninə bolun olduğundan əvvəldə eləyim. Bir təşəkkürlər etmək istəyirəm ümumilikdə. Bizim rəhbərlik heyətimizə təşəkkür etmək istəyirəm. Xatirə xanıma, Xatirə Məsimova, Zemfirə xanıma, Fidan xanıma, Xatirə xanıma, təzədən Xatirə Nəsibovaya, Pəri xanıma, Lalə xanıma, İra xanıma və indiyə qədər bizimlə işləyən bütün rəhbərliyə, bütün menecment heyətində olan, gəlmiş, keçmiş hər kəsə təşəkkür etmək istəyirəm. Çünki hər birinin mənə və ya Ariflem Azərbaycana bir qatqıları olub. Üst liderlərimdən təşəkkür etmək istəyirəm və bayaqları hardasa bildiniz ki, onlar indi bizim aramızda deyilər, uzaqdadılar, Marsdadılar, bilirəm bizi eşidirlər. Əntiqə xanıma və Mehriban xanıma təşəkkür etmək istəyirəm və hal-hazırda yenə də yanımızda olan ailə cütlükləri var, daha üst liderlərimiz Faiq müəllim və Könül xanıma, Fuad müəllim və Nasimə xanıma təşəkkür etmək istəyirəm. Strukturumda olan, indiyə qədər gəlmiş keçmiş bir balda olsun yerləşdirilmiş bütün məsləhətçilərə, menecerlərə, direktorlara və daha üst təbəqələrə təşəkkür etmək istəyirəm. Və bir də təxminən 6 nəfərdir indiyə qədər olmuş və bəhbəh səbəblərdən aralanmış aramızdan top liderlərimə təşəkkür etmək istəyirəm. Və indi bu dəqiqə olan, bayaqları Zemfirə xanım da əvvəldə dedi, 5 top liderimə təşəkkür etmək istəyirəm. Onlar bizim Gülay xanım, Sevləliyeva, Rəqsanə xanım, Familə xanım, Mehriban xanım və təbii ki, mən həmişə onlara iki başlı əjdaha deyirəm, çünki hər ikisi var. Ağamir bəy və Rəna xanıma təşəkkür etmək istəyirəm. Həqiqətən də onlarla qürur duyuram. Yəni mən qürur duyacağım bir şey deyəndə mən deyirəm, bax, mən top liderlərlə qürur duyuram. Niyə də duymayım? Və 1998-ci ildən indiyə qədər olmuş bütün Ariflemçilərə təşəkkür edirəm və bütün olmuş top liderlərə təşəkkür etmək istəyirəm ki, onların sayəsində biz var olmuşuq. Daha bir təşəkkür etmək istəyirəm və bu təşəkkürdə də Vayda xanım bu reklamlar idi, nəzərə alırıq. Deməli, daha bir təşəkkür etmək istəyirəm. Bu təşəkkürümü də deyəcəyəm ki, nəyə görə etdim? Ə, Biz danışa-danışa onsa arada reklamlar olacaq, bilirik. Kameranı açan hər kəsə təşəkkür etmək istəyirəm. Çox sağ olun. Çox minnətdaram sizə ki, kameranı açmısınız. Bu mənim üçün çox önəmli olan bir məsələdir. Və mən burada danışa-danışa bəzi məsləhətlər, bəzi bir sözlər deyəcəm. Bu məsləhətlərim o şəxslərə deyil ki, məndən çox danışdırırlar, məndən yaşda böyükdürlər, savadları məndən çoxdur, rütbələri məndən çoxdur və ya nə vaxtsa məndən çox olub. Sadəcə öyrənmək istəyənlər üçündür. Yaxşımı? Özünüzə götürə də bilərsiniz, götürməyə də bilərsiniz. Çünki utanım bəzən məsləhət verməyə və baxanda da ki, həqiqətən də məndən də nə qədər savadlı, dərəcəli, rütbəli insanlar da var. Sadəcə verirəm. Kameranı açmaq məsələsinə bağlı həqiqətən kameranı açanlara təşəkkür edirəm, minnətdaram sizə. Şəxsən mənə görə bu mənə aiddir. Kameranı açmaq bir spikerə görə bir hörmətdir, bir sayğıdır. Bu mənə aiddir ya, sizə aid deyil. Bu mən özüm üçün deyirəm. Və bir də spiker üçün bu bir motivasiyadır. Baxırsan, görsən, doğrudan da kimsə baxır, nəsə dediyinə bir gülüş qoydu, nəsə gördün bir fikrə daldı və ya başından belə-belə elədi, bir reaksiya verdi. Bu spiker üçün çox önəmlidir. Və kameranı açmaq sizin üçün, sizlərə yox ha, sizin üçün nədir? Bizim bu danışdıqlarımız, bizim bu layihədə olanlar hər kəs bir şeylər danışırıq və təbii ki, danışırıq Ariflem haqqında. Bunların hamısı demək olar ki, 85-99% hamısı təkrardır. Təsəvvür edin, hamısı təkrardır. Biz təkrar bir şeyləri danışırıq. Ən yaxşı halda 15% yeni bir şey danışacaq. Ən pis halda 1%. Amma mütləq 1% olsa bir şey, yeni bir şey deyəcək ki, siz heç vaxt onu eşitməmişsiniz və heç vaxt da eşitməyəcəksiniz. Bura niyə varıq? Biz burada ona görə varıq ki, bir şeylər öyrənək. Zamanımızı həsr eləmişik, vaxtımızı belə nizamlamışıq, nələrsə etməmişik, ələşmişik, biz dinləyək, bir şeylər öyrənək özümüz üçün. Aha, biz elə təkrarıq, təkrar danışaq, təkrar danışaq. Təkrar düzdür, əladır, superdir, təkrar biliyin anasıdır. Amma yeni bir şey də öyrənmək lazımdır axı. İndi əgər bir kamera açıqdırsa və kamera açıq, sona qədər açıq.
2-3 dəqiqəlik kamera bağlandı, təzədən 1 dəqiqəlik bağlandı, təzədən açıldı, təzədən bağladı. Bu kamera bağlı olmağa bərabər olan bir şeydir. Kamera açıq, tam fikrin fokusunla buradasan. Arada qaldın, getdin, arxada divar görsənir, qaldın, getdin, gəldin. Bu da elə demək olar ki, mənə görə ona bərabərdir. Təbii ki, bu mənim öz fikrimdir. Və bəzən əgər siz kameranı bağlamısınızsa, inanın səmimiyyətimə, görən yox, edən yox. Bir kofe istəyərəm, bir çay istəyərəm. Bəlkə bir kofe istəyən oldu, bəlkə bir çay istəyən oldu, bəlkə bir kiməsə bir cavab verdi, nəyə harasa qoymuşam. Görən yox, səsin də bağlı, biz onu edəcəyik. Və yaxud da bir məni də süz, həmin anda bəlkə o 1% yeni bir şey ki gələcəkdi. Siz ki buradakı yayındınız, oradan keçdi getdi. Sonra nəticədə deyəcək ki, bu yeni bir şeylerdi de. Yeni bir şeylerdi. Ne oldu? Ama biz fərqinə varmadıq ki, həmin anda biz yayındıq. Kameramız bağlı daxı. Yayındıq getdik. Yaxşımı? Və mövzumuz hardasa da lider yetişdirməkdən gedir. Mənə görə, əgər mən kimisə yetişdirirəmsə, o liderin kamerası mütləq açıq olmalıdır. Mən yetişdirəcəyim lider. Yetişdirəndən sonra o özü bilər. Artıq özü biz sərbəst bir liderdir. Amma hələ ki mən səni yetişdirirəm, sənin kameran mütləq açıq olmalıdır və sona qədər açıq olmalıdır. Həmin müddət ərzində sən kənara yaymamalısan və arada bağlamaq, açmaq, bağlamaq, açmaq olmamalıdır. WhatsApp, Telegram, Instagram və digər mesajlara və zənglərə cavab verməməlisən. Mütləqdir bu. Ancaq bir səbəb ola bilər, o da həmin adamın özünə bəhbəh bir səbəb baş verməlidir ki, o kameranı bağlasın və yaxud da olmasın. Ancaq bu səbəb. Bu, bir daha təkrarlayın, mənə aid olmalı, mənə aiddir. Mövzum yəni nədir? Bizim lider yetişdirmək, məsləhətçidən bir lider yetişdirmək. Çalışacağım sizə, yenə deyim, sizlərə yox, sizə maksimum faydalı olun, faydam dəysin və lider dediyimiz nədir? Bizim Ariflame anlamında direktor və ya daha yuxarı dərəcə. Kimsə direktor olana qədər ona bəs edir, kimsə deyir ki, yenə də öyrət, qızıla qədər gedir, kimsə baş qızıla qədər, kimsə sapirə qədər də hələ soruşur, öyrənir. Ən azı bir direktor edənə qədər. Mənə görə istənilən insanı lider eləmək olar. Strukturunuzda olan istənilən insanı lider eləmək olar. İnanın mənə. Təbii ki, əqli bəhbəhləri yoxdursa, bəzən belə deyir ya, təbii ki, əqli bəhbəhi yoxdursa, hər kəsi lider eləmək olar. Sadəcə mövzu bilirsiniz burada nədir? Siz onu lider eləyənə qədər ömrünüzün neçə ilini bura qoyacaqsınız? Nə qədər bəhbəh olacaqsınız? Nə qədər bəhbəhlər tapacaqsınız? Buna dəyərmi? Başa sala bilirəmmi? Bilməm yoxsa yox. Gününüz gözəlmi keçəcək? Gününüz gözəlmi bitəcək? Siz onu yetişdirənə qədər asanmı olacaq, çətinmi olacaq? Amma istənilən bir adam eləmək olar. İstənilən. Mənə görə mən sağlamlığıma, xoşbəxtliyimə dəyər, önəm verən insanam. Mən yoxlayıram evləri, bu o deyilsə, keçirəm digərinə. Ona onu hiss elətdirmirəm, qoyuram qalır. Bizdə belə bir şeylər, belə bir söz var. Xoşbəxt məsləhətçi. Yəni o insan xoşbəxt məsləhətçidir. Xoşbəxtdir ki, buranın məhsullarından istifadə edir. Wow, nə super və ya satışdan gözəl pullar qazanır və ya kiçik bir komandalar yığır. 10 neçə nəfərlik, 20 neçə nəfərlik komanda yığır və bəsləyir. Və o ondan xoşbəxtdir. Mən onu ondan o tərəfə daha apara bilmərəm. Çünki aparsam, mən yorulacağam və ömrümü fəda vermiş olacağam. Bu da mənə sərf etmir. Dediyim kimi istənilən adam etmək olar və buna ən gözəl misal orta məktəb misalıdır. Təsəvvür edin ki, yazmağı, oxumağı bacarmayan insanları belə orta məktəbi yazmağı, oxumağı öyrədir. Bir anı düşünün, heç kim yazma oxumağı bacarmır, balaca vaxtından öyrədir. Hələ elə bir adam yoxdur ki, orta məktəbi getsin, bitirsin, yazma oxumağı bacarmasın. Hər kəs eləmək olar. Bir növ biz məsələn çıxıb bir yuxarıdan lamçıqanı dəyişməli deyək və qonaq mı getmişik deyək və bizə ya bir stul verirlər, ya bir nərdivan verirlər. O saatda hap da deyib çıxıb onun üstünə dəyişmək lazım deyil. Bir yoxlamalıyıq, stul nə qədər dayanıqlı mıdır, bizə tab gətirə biləcəkmi, yoxlamalıyıq, etmək, sonra qalxmalıyıq. Bir növ mən də belə edirəm. Yoxlayıram təbii ki. Yoxlayıram. Bəzən bu yoxlama ayımı alır, bəzən bir neçə ayımı alır və sonra özüm üçün deyirəm, yox. Bu o deyil və sən yenə başda axtarmağa. Lider kimdir sualını versək, hər kəsin özünə görə öz cavabı olacaq. İnanıram ki, hər birinizdə 10 neçə, bəlkə də 20 neçə cavab var ki, lider budur, lider odur, lider budur deyəcəksiniz. Mənə görə lider kimdir? Yəni lider dediyim, yəni məni yetişdirəcəyim adam, kimi seçim, hansı məsləhətini seçim ki, bu lider ola bilər. O həqiqətən də Ariflame-da istəsin ki, yüksəlməyi. Bu ayrı-ayrı bu bəndlər haqqında bir daha sonra açıqlama verəcəm. O doğrudan da istəsin. Əgər o istəmirsə, nə olsun ki, onun böyük potensialları var.
Mənə görə olmazınsa olmazı o söz dinləyən olsun. O mənim sözümü dinləyən olsun. Çox mənə görə önəmlidir və rekrut edə bilsin. Ola bilər aramızda dünən sırağı gün yazılan var. Rekrut nədir? Siz kimsə dəvət edirsiniz Arifləyimə. Ha qohumunuzu, ha qeyri qohumunuzu və ona sifariş yerləşdirirsiniz. Sadəcə gəlib adı yazılmadı. O mütləq rekrut edə bilsin. Mütləq. Və mənə və komandasına əl çatan olsun. Bu mənə görə çox önəmlidir. O insan operativ olsun. Mən onu bugün başlarım axtarmağa, sabah tapım, o atlı olsun. Mən piyada yox, mənə görə bu lider deyil. Mən buna vaxt sərf eləmərəm. İstək, yəni istəmək çox önəmlidir. İnsanın bu işi istəməyi, bu işdə qalxmağı çox önəmlidir. Əgər kimsə istəmirsə, biz nə qədər etsək də, onun nə qədər güclü potensialı, savadı olsa da, biz onunla bağlı heç bir şey eləyə bilməyəcəyik. İnansız nə qədər potensialı insanlar görmüşəm, nə qədər. Amma onlar bunu istəməyiblər deyənə, heç cür alınmayıb. Sosial şəbəkəni mükəmməl bilən, əminəm ki, siz də elə birilərini tanıyırsınız. Proqramistlər, onlar klaviaturada, kompüter işlərində barmaqları belə görsənmir. Nələr edə bilərlər? Bir kliklə nələr edə bilərlər? Biznes savadı olan, insanın biznes savadı var. Bu yani çok önemli olan bir şeydir. Maddi azat olan, pulu olan, yani bunun pulu olma o deməkdir ki, bu heç vaxt qənaət eləməyə bilər, bu işinə yatırım eləyə bilər, Arifləmlə bağlı görüşlərinə yatırım eləyə bilər. Pozitiv olan, razılaşaq ki, pozitiv olmaq da çox önəmli bir şeydir. İnsan daimi gülür, daimi onun yanında əhvalın düzəlir, gözəl, nitq qabiliyyəti olan. Amma bunların hamısı olsa da belə, əgər o insan istəmirsə burada qalxmaq, biz baxırıq görürük, ay da, bu sadaladıqlarım hamısı da bir insanda ola bilər və ya bir neçəsi ola bilər. Amma o istəmirsə, biz heç nə eləyə bilmərik, biz gücsüzük. Ən uzağı onu qaldıra bilərik, bəlkə də 12%-ə qədər. 12%-i bir menecer edə bilərik. O özü bu işi istəməlidir. İstəsə, istəməsə yox. Ona görə istəməyi çox önəmlidir. Söz dinleyen olmalı. Mənə görə bu olmazınsa olmazıdır və belə bir deviz var. Heç bir şey başa düşmə. Mənlə razılaşma. İstəyirsən yüksəlmək. Sadəcə dediklərimi et. Sadəcə dediklərimi. Mən deməyəcəm sənə qalx özünü 9-cu mərtəbədən at yerə. Mən deməyəcəm başını vur divara, oradan pullar töküləcək. Mən elə bir şeylər deyəcəm ki, sən indiyə qədər eşitməmisən və sən əməl edəcəksən. Müəyyən bir zaman aralığından sən doğrudan da görəcəksən ki, nəticə var. Ən azı nəticə e, belə 3 ay müddətində görəcəksən. Xüsusi bir nəticə görəcəksən ki, fərq var. Başladığın andan bu ana qədər 3 ay keçir və sən bir nəticə gördün. Söz dinləmək çox önəmlidir, çox. Dinləmək və əməl etmək. Və rekrut təbii ki, dediyim bu sadaladıqlarım hamısı olsa da, əgər o insan gətirmirsə, mənim ətrafım yoxdur, o deməyə utanıram, kompleksim var, heç kim yoxdur, heç kim yoxdur. Bu olmur. Yəni insan mütləq birilərini gətirməlidir. Və mən onlara baş salıram ki, əvvəldən, bəri başdan. Hər gətirdiyiniz işləməyəcək. Bu iş sizə iki vaxtlarda alınmayacaq. Yəni uğursuzluqlar olacaq. Xüsusən də ilk deyəcəklərin ki olacaq. Onlar bir qurbanlar olacaq. Sən onları bir qurban vermiş olacaqsan. Niyə? Çünki sən hələ ki bir güclü bir Ariflame savadın yoxdur. Hələ yenisən, qurbanlarımız olacaq. Və bu iş elə alınmamaqdan gedirik alınmağa. Uğurun sirri uğursuzluqlardır. O qədər uğursuzluq və biz gəlirik, bir də baxır ki, artıq biz uğurlu olduq. Mən tutalım, öz liderimi tuttum, tapdım, bu mənim liderimdir, mən bunu yetişdirəcəyəm. Bu liderimdən bəzən deyirlər bir dəftərin olsun, Ariflame dəftərin olsun, ora qeydlər elə, mənə görə, bu mənə görə, sizə görə yox. E, Mən bunu normal saymıram. Dəftər olmalıdır. Təbii ki, orada özün üçün notlar almalısan, hansı bir treninqlər haqqında, hansısa bir şeylər not almalısan ki, sabahlar lazımını açıb vərəqləyəsən. Mənə görə bir adur vərəqlər. Mütləq liderin ən azı bir 10 dənə adur vərəqi olmalıdır evdə. Əgər ki, liderin maddi durumu lap belə nəyi var bəhbəhdir, naxladlığın arxası, nə bilim, vərəqlər, adır vərəqli olması da olar. Və onu üstəgəl formasında, şaquli və üfüqi xət formasında 4 yerə bölürük. 4 düzbucaqlı və ya kvadrata bölürük və onlara tapşırıram. Bir də mütləq, bilirəm, bəlkə mən danışacaqlarım doğrudan da adi gələ bilər, sadə gələ bilər, amma bəzən bu sadə bir işlər bizə çox ciddi, önəmli nəticələr verir və tapşırıram, mütləq get özünə 3 qələm al, yaşıl, qırmızı, göy.
və qələmlər də belə qəşəng yazan olsun, ucu bizi olsun, yağlı yazsın. Yəni sən o dərs qələmlə yazarkən həzz al. Sanki belə olmasın, qaya üzərində mismarla yazırsan. Üç qələm. Və hardasa da yaşıl qələmlə, yaşıl rənglə yazdığımızı adını qoyuruq ki, ən önəmli olan bir şeylərə qırmızı, orta, göydəki, ondan sonraki etap. Razılaşaq ki, yaşıl həm də Oriflame rəngidir. Deməli, üst tərəfdə onlara qeyd elətdirirəm ki, bu xananın yuxarı sol küncündə vacib və təcil işlər, yuxarı sağ küncündə qeyd edirəm vacib, amma təcili olmayan işlər, aşağı sol küncündə qeyd elətdirirəm ki, təcili, amma vacib olmayan işlər və aşağı küncündə sağ tərəfdə nə vacib, nə də təcil işlər. Və sən ondan xahiş edirəm, lap ona yerə gəlsə 3 gün vaxt verirəm ki, bütün bugündən sabaha və ya yaxın bir ayda, 3 ay, kvartalda, ilin sonuna qədər olacaq, edəcəyim bütün işləri yaz ora. Oriflame-la bağlı şəxsi həyat hər bir işini yaz ora, qeyd et. Bir yer, bir digər bir adur vərəqə və ya adur vərəqə yoxsa digər bir vərəqə hamısını qeyd elə. Bu nə bilim 20 neçə də ola bilər, 50 neçə də ola bilər, bütün işlərini qeyd edirəm. Və sonra biz bunları hardasa da onları önəmliliyinə görə ayırırıq. Yəni bir anla düşünün ki, bir sehirli bir çubuğunuz olsaydı və o bir çubuqla siz həmin işi həyata keçirsəydiniz, həmin o yazdıqlarınızın içində hansı bəndi etsəydiniz, o sizin iş həyatınıza xüsusi bir önəm verəcəkdi. Onları biz yazırıq vacib və təcil olan işlərə. Yəni sonunda bizə nəticə versin. Mütləq nəticə versin. Nəticə doğrudan da çox önəmlidir. Bəzən liderlər deyirlər ki, mən bunu elədim, mən onu elədim, baxın bunu da elədim. Və nə olsun? Nəticə var. Mənə nəticə ver. Nəticə lazımdır. Digər xanaya isə vacib olan, amma təcil olmayan işlərə, yəni onlar üçün deadline-lar təyin edirəm ki, bu işlə nə vaxt məşğul olacağam və ya bu iş nə vaxt olmalıdır. Bu işlər misal üçün ola bilər ki, kimisə toyu və ya da hardasa da bir görüş keçirməlisən, amma yaxın 2-3 həftə ərzində gözlənilmir. Bir vaxtlar təyin edirik və ya onu bir boş vaxtlarımızda biz edirik. Digər tərəf isə təcili və vacib olmayan işlərə isə biz çalışırıq ötürək, bölüşdürək, kimlərəsə tapşıraq, kimlərəsə həvalə edək bu işi. Məni deyəndə uğurun sirri, o qədər demək olar uğurun sirri haqqında, saatlarla bəlkə danışmaq olar. Uğurun sirləri məsələn riskdir, səbirdir, mütləq bir risk etməlisən, ağınla mütləq səbir də etməlisən. Səbir təkcə o deyil ki, oturum gözləyim, bir şey etdin, səbir etdin, nəticəsini gözləməlisən. Uğurun sirlərindən biri də mənim işimi bölüşdürməkdir. Mən artıq öz işlərimi o qədər bölüşdürürəm ki, bəzən ilk tanış olduğum bir Oriflame-çiyə deyəndə ki, mən bunu edə bilmirəm, mən yadırxmışam bunu necə edəm. Çünki o qədər ki, mənim əvəzimə bunu edirlər, mən heç bilmirəm bunu necə edirlər. Çox da gözəl bir şeydir. Yəni, əsas məsələ nədir burada? Özünüzə boş, asudə vaxt götürəsiniz. Boş zamanınız olsun. Bacardığınız qədər kapitaliyası çoxlu boş zamanınız olsun və bu boş zamanı da gedib boş-boş işlərə xərcləmirik, xərcləyirik Oriflame-ə. Mütləqdir. İşlərimizi bölüşdürmək. Rus dilində buna delegировать deyirlər. Bu çox önəmlidir. Deməli, bu üçüncü bəndə biz işlərimizi bölüşdürməyə edirik. Təcilidir, amma o qədər də vacib deyil. Bölüşdürürük. Mənim əvəzimdən bunu sevə-sevə digər adamlar da edə bilər. Üçüncü bənddə isə nədir? Nə vacib, nə təcil işlər? İnandırım sizi, heç onları etməsəz də olar. Etməsəz də olar. Bu nə vacibdir, nə də təcilidir. Mənə görə mən yetişdirəcəyim məsləhətçi dünən gəlmiş partnyor və yaxud da 5 ayda gəlib mən yeni onunla tanış oldum. O qalxmaq istəyirsə və mənim onda marağım var ki, onu qaldırım. O mənə mütləq əl çatan olmalıdır. Mənə əl çatan olmalıdır. Bu mütləqdir. Təkrar edən bu mənim qaydamdır. Bilirəm, bəzən sərt olur qaydalarım. Özüm əslində pozitiv biri olsam da, amma yetişdirəcəyim liderlə bağlı biraz sərt bağlarımız olur. Mütləqidir ki, mən ona zəng edəndə mənim zəngimi açmalıdır. Bilirəm, bəlkə də belə bir cür reaksiya verə bilərsiniz ki, nə danışırsınız? Və telefonla danışırsa da belə zəngimi açmalıdır. Mütləqdir. İndi burada istisnanı deyəcəyim. İstisna nədir? Təbii ki, biz xanımlarla işləyirik. Əksəriyyət xanımlardır. 99%. Xanım əgər ailəlidirsə, öz həyat yoldaşı ilə danışırsa, və ya xanım ata evindədirsə, atası ilə və ya deyək ki, qardaşı ilə və ya nişanlısı ilə danışırsa. Nəzərə alaq ki, ata ilə, qardaşla danışında çox bir şeylər danışmayacaq ki. Razılaşaq da, maksimum soruşacaq ki, evə nə almaq lazımdır, nə bişirmisiniz, çay qoy,
Qısa bir danışacaqlar. Yəni onu mən anlayıram, hə. Sonra keçəcək mənə. Mütləq mənə geri dönməlidir. Bir 5 dəqiqə ərzində, 10 dəqiqə ərzində geri dönməlidir. Amma mütləq, yəni mən bir də baxıram, bir insan bir gündə 30 dəfə atasıyla danışa bilməz axı. Artıq özüm üçün də bir götürəcəklərimi götürürəm. Yəni mütləq mənə əl çatan olmalıdır. Mütləq. Mesajıma mütləq cavab verməlidir. Təbii ki, yetişdirdiyim liderin vaxtı açıq olmalıdır ki, mən doğrudan da görüm o orada da orada deyil. Bəzən vaxtları gizlədirik. İşte vaxtı gizlədirsə, əcəb edir. Onda artıq onun öz bəhbəhidir. Mən yazanda mənə mütləq geri dönüş eləməlidir. Mütləq. Lap əvvəllər yetişdirdiyim indi tanınmış liderlərim, onlar bilirdilər ki, mənə səs atmaq olmaz, səs atmırdılar. Və mən hətta eşidəndə ki, onlar bəzən oldu ki, rəhbərliyə səs atıblar. Deyinirdim onlar, olmaz, olmaz, adam üstə səs atmaz, amma indi qəbullanmışam, daha səs də atıram, bəzən görürəm ki, müəyyən səbəblərdən alınmır yazmaq və səs də atırlar. Amma mütləq mesaja zəng vermək, cavab vermək önəmlidir və mən də onlara deyirəm, sırf kimə deyirəm, öz lider etmək istədiklərimə. 7-24 buyurub müraciət edə bilərsiniz. Ən maksimum olacaq ki, mən zəngizə cavab verməyə bilərəm. Yəni sonra mütləq sizə geri dönüş edəcəm. Kimə də geri dönüş etməsəm, sizə mütləq geri dönüş edəcəm və sıralamada ilk sizə geri dönüş edəcəm. Yəni özüm üçün seçirəm bu lideri və ya iki lideri və mən bunlara işləyirəm. Mütləq mən onlara əl çatan oluram, onlar mənə əl çatan olurlar, bir-birimizi belə yaxşı mənada bezdiririk. Bu cür çəkişərək qalxma olur. Məni tanıyanlar bilir, mən konfranslarda olanda, yəni Ariflimlə bağlı səyahətlərdə olanda, əvvəllər bizdə olurdu Qafqaz seminarları, inandırım o qədər möhtəşəm idi. Tanrı qismət eləsin, bir daha onlar təkrarlansın. Çox möhtəşəm idi, çox möhtəşəm. Və biz burada həm öyrənirdik, həm dincəlirdik, həm əylənirdik, çox möhtəşəm olurdu. Bundan sonra menecerlər konfransı və qızıl konfranslar. Günay reaksiya verdi. Deməli, bu konfranslara mən gedəndə ümumiyyətcə telefona baxmırdım. Ümumiyyətcə, sadəcə getməmişdən 3-5 gün qabaq hər kəsə izah edirdim ki, mən konfransda olacağam. Bəzən bir statusu ya paylaşırım, ya paylaşmırdım. Mən konfransda olacağam. İnciməyin. Mənim statusuma birdən bir komment verərsiniz, bir sual verərsiniz. Mən sizə cavab yazmasam, hörmətsizlik kimi saymayın. Gələndən sonra hamınıza cavab verəcəm. Mən niyə getmişəm? Mən dincəlməyə getmişəm. Mən getmişəm, istirahət edeyim, ruhum dincəlsin, bol enerji yığım qayıdım. Mən bəzən bu adını çəkdiyim konfranslarda və seminarlarda olanda şahidi olurdum ki, öz liderlərim telefondadırlar. Soruşurdum, nə edirsən? Deyirdi ki, zakaz vururam. Edirsən, qeydiyyat edirəm. Dedim, etmə. Sən hara gəlmişsən? Bax, danışır orada, spiker danışır. Deyir ki, işimdir bu mənim. Elmir mənim işimdir. Dedim, olsun, etmə bunu, etmə bunu. Fokusun orada olsun və bir də yorma özünü, dincəl. Çünki biz qayıdandan sonra sən o qədər müsbət enerjide olacaqsan. Nə handa bir qanını bəhbəhləmələr sənin qanını bəhbəhləməyəcək. Möhtəşəm olacaqsan. Hə, indi bunu nəyə deyirəm? Həmin o lider ki var ki, kimi ki yetişdirirəm, onlara deyirdim ki, siz mənə yaza bilərsiniz. Sadəcə yaza bilərsiniz. Sizə mütləq baxacağam. Sadəcə Azərbaycanda olduğu kimi yox. Ola bilsin 3 saatdan sonra, ola bilsin 5 saatdan sonra mütləq sizə cavab yazacağam. Daha siz də mənə sabahınız xeyir olsun, gününüz uğurlu olsun yazmayın da. Allah eləməsin bir şeylər baş versə, onu da mənə yazacaqsınız. Və getməmişdən sağ olsun mənim yetişdirdiyim liderlər və hansılar ki müəyyən səbəblərdən Azərbaycanda qalacaq, onları onlara tapşırdım ki, baxın, nə sözünüz, sualınız olsa onlara verin. İşte onlar da cavablaya bilməsə, o halda mənə gəlin. Bu cümlə öz rahatlığımı təmin edirdim ki, və bu konfranslardan həm öyrənim, həm motivasiya alım. Və əsas məsələ onlara deyim ki, məndən inciməyin də. Yəni məni yığarsınız, mən adboy verərəm, mən belə mütləq bir-birimizə incimə yoxdur, əl-ələ verib qalxmaq var. Yəni mən də müsait olmaya bilərəm, mən də insanam. Və belə bir ipucu verim, yəni bayaq dedim də, mütləq də lider həm də əlçatan olmalıdır kimə? Öz liderlərinə. Öz liderlərinə. Bunun üçün telefonunuzda zənglər var da. Məsələn, telefon zəng çalanda zəngdən birisi, ya bu mənim zəngimdir. Deməzdim, həftə 8, mən 9 zənginizi dəyişin. Sadəcə öz üst lideriniz varsa və ya bəzən kimsə şanslıdır, onun tuta biləcəyi 2 lideri var. Onu tuta biləcəyi 3 lideri var. Hər an bu da olmasa bu, bu da olmasa bu. Ona görə mən çalışıram öz strukturumda bunu təşkil edim ki, altdakı liderə yapışa biləcək 2 adam verim, 3 adam verim ki, hər an üçümüzdən birindən tuta bilərsən. Hə, ipucu kimi deyim ki, onların zənglərini fərqli qoya bilərsiniz.
Özünüz bilin, öz zövqünüzə görə. Amma məsləhətim olardı ki, ağlamalı, nə bilim, o romantika, getdiniz keçmişə, xoş olmayan nostalji hisslərə getməyəsiniz. Xoş bir mahnılar olsun. Zəngdən biləsiniz ki, bu zəng vuran kimdir? Və bir də alt liderləriniz, necə ki, mən məsləhətini yetişdirmədən danışıram. İndi siz də kimlərcə yetişdirirsiniz axı, yetişdirəcəksiniz axı. Və var burada adamlar ki, onlar da yetişdirirlər. Onların da zənglərini bir fərqli qoyaq ki, zəng gələndə bilək ki, artıq zəng vuran kimdir? Və yerdə qalan da məsləhətçilərin zəngi eyni olsun, mütləq digər insanlardan ayrın. Daha mən demirəm dostu ayrın, qohumu ayrın, qonşunu ayrın, amma Ariflə məsləhətçilərin də zəngi bir başqa. Amma mütləq artıq bunu əzbərləməyə ehtiyac olmayacaq. Müəyyən bir zaman aralığından sonra siz biləcəksiniz ki, zəng vuran mənim üst liderimdir, yoxsa mənim alt liderimdir, yoxsa məsləhətçidir. Yoxsa. Və təbii ki, yenə də deyirəm də, e, olduğunuz ailədə önəmli olan şəxs kimdirsə, onun üçün də bir ayrı bir zəng qoymalısınız ki, komandir zəng edir. Ya bu məhəbbət olacaq, ya ata, ya qardaş olacaq. İnsana görə bu dəyişir. Mütləqdir ki, həmin yetişdirəcəyim lider də liderlərinə qarşı əl çatan olmalıdır. Daha onlar gəlməsin ki, axtarırıq, tapa bilmirik, ona ulaşa bilmirik, mesajlarımıza baxmır. Mütləqdir onlara da qarşı əl çatan olmalıdır. Və bu dediyim budur ki, mövzu bax burada bir şeyi qarışdırmayaq. Mən də əl çatan olmalıyam, liderlərim də əl çatan olmalıdır. Amma hər kəsə yox. Razıyam, əl çatan olmalıdır, amma hər kəsə yox. Tutalım ki, bir sual var. O sualın cavabını altdakı verə bilər. Sən onu ona verməmiş mənə gəlmə. O verə bilməsə mənə gəl. Və ya da bir bəhbəh yaranıb işində, iş həyatında, sistemdə, nə bilim bir şey yaranıb, qeydiyyatda, sifariş yerləşdirmədə, ödənişdə. Onu mənə qədər olan insanlar həll edə bilərsə, həmən birbaşa mənə gəlmə. Bir onlardan soruş, sonra mənə gəl və onlara da onu tapşırıram ki, siz də özünüzdə ə, bunu tətbiq edin ki, onlar həmən gəlməsinlər sizin üstünüzə. Altdakılar həmən gəlməsinlər. Çünki niyə? Əsas məsələ odur ki, siz yorulmayasınız. Mən çox istəyirəm ki, mənim liderlərim, ümumiyyətlə hər kəs, bütün insanlıq, bütün Arifləyim Azərbaycan hamısı sağlam olsun. Bu yığılanda yükü üstümüzə götürəndə bu yaxşı bir şeylə nəticələnmir. Sizdə bəhbəhlər yaranır. Siz təzə başlayanda insan həvəsli olur. Bəlkə sizin 10 nəfərdən ibarət komandanız var. Bəlkə sizin 30 nəfərdən ibarət komandanız var. Sizə xoşdur. Ona da cavab yazın, buna da cavab yazın, buna da cavab yazın. Əla. Əgər siz burada elə 12-15%-ə qədər qalxmağı düşünürsünüzsə, okey, əla. Amma əgər siz qalxmaq istəyirsinizsə, direktor olmaq istəyirsinizsə, qızıl direktor olmaq istəyirsinizsə, baş qızıl direktor olmaq istəyirsə, top lider olmaq istəyirsinizsə, inandırım sizi, siz onları cavablaya bilməyəcəksiniz. Siz yorulacaqsınız və siz onları artıq tərgizə bilməyəcəksiniz. Tərgizə bilməyəcəksiniz. Buna zaman çatdıra bilməyəcəksiniz. Siz yüklənəcəksiniz. Ən yaxşısı bunu bərbaşdan eləmək. Sizə kim müraciət etməlidir, nə ilə bağlı müraciət etməlidir? Və adətən mən tapşırıram, xahiş edirəm ki, mənə neqativlə bağlı gəlməyin. Bacardığımız qədər. No, bəzən olmalıdır ki, mən də qulaq asmalıyam öz top liderlərimə, bəzən öz liderlərimə qulaq asmalıyam. Olur da kvartalda bir dəfə, olur da 1-2 ayda bir dəfə mən də onları dinləyirəm, götürürəm özümə, götürürəm və bir təhər onları rahatladıram. Bu normaldır. Əsas məsələ, yəni hər kəsə əl çatan olacaqsan o hala qədər, altda bir liderin çıxana qədər. Altda bir liderin çıxdı, ötürürsən ona, çəkilib dayanırsan kənarda. Bu deyəcəyim də bəlkə də bir çoxlarına bir adi gələ bilər, adi bir məsləhət gələ bilər. Mənim yetişdirəcəyim liderin mütləq və mütləq konturu və interneti olmalıdır. İnternet dediyim evdə Wi-Fi, çöldə megabayt. Yəni bu o demək deyil, evdə Wi-Fi'm var. Bəs sən evdən bayıra çıxmıyorsan, bütün ömrü boyu evdə yaşayacaqsansa mən razıyam səndən. Amma sən axı bayıra çıxacaqsan və ya da heç kəs bizə qaranti vermir ki, bir gün sizin yaşadığınız ərazidə işıqlar gedəcək. Düzdürmü? Heç kəs buna qaranti vermir. Bəzən olur ki, bir neçə ildən bir respublikada bu hal baş verir. Ona görə mütləqdir ki, megabaytın olmalıdır mənə görə. Çox önəmlidir. Ə, təbii ki, WhatsApp danışmaları önəmlidir. Mən bilirəm xanımlarda bu daha yaxşı alınır. Bu da çox önəmlidir. Onlar bir-birlərlə görüntülü danışırlar, görüntülü bir-birlərini görürlər, izləyirlər. Bu çox önəmlidir. Həm də canlı görməsələr bir-birlərinə enerji ötürürlər. Amma mənə görə mən buna da razıyam. Bu da olmalıdır. Paralel olaraq da liderin kontrol olmalıdır. Bir də onunla zənglə danışmalıdır. Bu çox önəmlidir. Mən özüm şəxsən öz payıma, mənim yetişdirəcəyim lider o mənə zəng edirsə, mən mütləq adboy verib onu geri yığmalıyım. Yəni mümkünsüzdür kimsə desin ki, mən zəng vururum, zəngimi açır.
Bilirsiz hansı halda ola bilər? Həmin insan bizim bu telefon operatorları var. Bəzilərində olur da bəzən mən birini misal çəkim. Bölgə tarifi var və onlarda zəng pulsuzdur. Yəni mən əminəm ki, onun yığdığımda onun konturu işləməyəcək. Hə, o halda hə mən onun zəngini açacağam. Amma mümkünsüzdür mən ona ad boy verim, geri yığmayım. Ona görə də mən də liderlərimə, mən demirəm, ha, liderlərim də ad boy verib yığsınlar, yetişdirəcəklərim ad boy verib yığsınlar. Bunu özlərinin zəng etmələri üçün mütləq yetərincə balanslarında kontrol olmalıdır. İndi əsas nəyi izah edeyim? Baxın, Azərbaycanda əsas 3 mobil operator var da. E, Sim, Cin, Nar. Təbii ki, kimsə deyə bilər, yox, yox, 4'dür, yox, yox, 5'dir. Bildim, bildim. Əsas deyək. Bu üçü var. Düzdürmü? Mən əgər hansını işlədirəmsə, o da onunla işlətməlidir. Bu mütləqdir. Bu mütləqdir. Çox vacibdir. İndiyə qədər başqasını işlədirdisə, mən heç bir mobil aparatın telefon tutmuram, ha, reklam eləmirəm. Sadəcə olaraq mütləqdir. Çünki mən də özümə uyğun bir tarif seçməliyəm ki, mən də zənglərimi sadəcə atmayım. Çünki mən bəzən olur ki, bir liderimdən 2 saatdan artıq dayanmadan danışıram. 2 saatdan artıq. Biz bir müzakirələr edirik, biz bir ev telefonu ilə danışırıq. Hə, biz dayanmadan danışıram. Yaxşımı? Mütləqdir ki, o da mən deyəndə olsun. Bayaq əvvəldə dediklərim vardı ya, liderin söz dinləməyi. Bax, həmin ərəfədə bu olmalıdır da. Bu olmamalıdır. Yox, mən dəyişə bilmərəm. Yəni lider deyirsə ki, yox, artıq bu o siqnaldır ki, mən bunu istəmirəm. Razılaşaq ki, indi bu dəqiqə telefonların əksəriyyəti 2 kartlıdır. Yaxşı, varsa da bir digər abonet, bunu da alıb bura taxmaq olar. Və yaxud da bir üçüncü bir telefon da almaq olar. Və yaxud da insanlar var ki, bəzən 2 telefonu olur. Mən tanıyıram, 4 telefonu olanlar var. Mənə lazım olan o nömrə ki var, zəng nömrəsidir. Mənə önəmlidir ki, o onun əsas telefonunda olsun. Bəzən o vaxtın telefonları ki vardı, knopkalı telefonlar da kimsə götürür ki, onu işlətsin. Axı mən demişəm, axı məndə zəngimdə bu nömrə olsun və o knopkalı telefona mənə lazım olan nömrəni qoymasın. Çünki o knopkalı telefonu ortalığa çıxardamağa utanacaq, hər dəfə özü ilə götürməyəcək. Aşağı mağazaya düşəndə bir 20 dəqiqəlik o evdə qalacaq, məndə əl çatan olacaq. O mütləq də onun o bahalı telefonunda olsun. Ə, Deməli, mütləq onun olmalıdır kontru. Yəni WhatsApp zəngi, yenə təkrar edirəm, mənə görə danışacaqsa, biraz o uyğun olmur. Təbii ki, liderlərlə danışmalısan, dediyim kimi, görüntülü də danışmalısan. Niyə görə uyğun olmayacaq? Bəzən WhatsApp zəngi ilə danışanda sizə zəng gələcək və yaxud da internet hər an gedə bilər. Ya sizdə, ya qarşı tərəfdə və ya megabayt qurtara bilər. Bir anlıq təsəvvür edin ki, sizi təqdim ediblər. Bu bizim üst liderimiz filankəs Bəhmənkəsovadır. Biz indi sizə onunla tanış edirik və o da onunla WhatsApp zəngindən danışır. Okey, əla, mən razıyam, niyə də qənaət eləməsin və həmin anda onlar da megabayt bitər. Lap sizdə bitmir. Siz əminsiniz, amma onda bitər. Artıq o əlçatan deyil. Siz mütləqdir ona təzədən geri zəng etməlisiniz. Çünki etməsəz, axı biz danışırıq, burada pul bu belə, burada bağ belə, bostan belə. Axı bu mütləqdir. O deyəcək, bunlar burada milyondan danışır. Bir zəng vurmaq qədər adamın sözü ağzında qaldı. Bir zəng vurmaq qədər bu insanın kontrol olmadı. Mütləqdir ki, kontrol olsun. Və danışdığımız kimi Wi-Fi. Wi-Fi də gəldikdə, yəni tutalım, mən heç bunu bilməyə də bilərəm, amma istənilən bir liderimdən soruşsam, məsləhətləşsəm, onlar mənə deyəcəklər ki, həmin abonentə görə hansı tarifi seçsə uyğun olar. Və yaxud da biraz bir yoxluyuruq, baxırıq ki, megabayt götürür. Məsəl üçün deyirəm, 5 manatlıq götürdü. Baxırıq ki, biz yeni başlamışıq da bu insanla. Baxırıq, aha, özümüzdə tarixi qeyd elədik, haçan götürdü və ayın sonuna qədər bu megabayt ona çatmadı. Deməli, bir pillə yuxarını götürürük. Sonra o da çatmazsa bir pillə yuxarını götürürük. Əgər ki, liderdə bu konturla və ya megabaytla bağlı maddi bəhbəhlər yaşanırsa və bilirik ki, o insanın maddi durumu nə yerdədirsə, ya birbaşa mənə aiddirsə, mən özüm və ya aramızda liderlər varsa, biz bir yerdə toplaşıb onun bu bəhbəhini aradan qaldırırıq ki, onun megabaytı da olsun və dediyimiz kimi konturu da olsun. Bu mütləqdir. Və siz bəzən necə olur? Bəzən mən bir lideri yetişdirirəm, inandırım siz ona məsləhət görürəm ki, köç oradan. Bir dəfə bir liderim vardı, rayonların birində yaşayırdı və o yaşadığı qəsəbədə Wi-Fi çəkilməmişdi. Bu insanda Wi-Fi yoxdur və bu insan istəyir, qalxmaq istəyir. İnandırım nə qədər üstünlükləri var. Mənə görə ən böyük üstünlüklərdən biri bilirsiz kimdir?
Həmin baxın, xanımın yanında bir məhəbbəti də olur. Əksər hallarda məhəbbəti ya köstək olur, ya dəstək olur, ya da neytral olur, heç bir şeylə qarışmır. Dəstəkdirsə, o vapşı super. Super. Yəni dəstək bizim nədir? Çatdırmalarına kömək edir, müəyyən bir işləri edir, bəzən lazım olanda ona ev işlərində kömək edir. Xanımın məhəbbəti həm də ona dəstək edir. Amma həmin qəsəbədə set bəhbəh olurdu, set gedirdi və set olmurdu. Biz yığanda deməli indi kimi yadımdadır, yer belə yadımdadır. Sadəcə ağacın adında, ağacın adı yadımda deyil. Deməli gün ərzində set olmayanda o ağacın altında həmişə set olurdu. Mən ona izah edirdim ki, ay falan kəs xanım, belə olmaz, bu iş deyil. Siz qalxmaq istəyirsiniz. Deməli, qəsəbədə Wi-Fi yoxdur. Set də yoxdur deyə götürdüyün megabaytında bir önəmi olmur. Və siz bu olmur da və mən hər dəfə gedib sizlə özümü utanıram, siz gedib ağacın altında dayanıb danışasınız. Bunun yağışı var, bunun günün istisi var, bunun qarı var, bunun küləyi var. Köçün oradan keçin. O da köçməmək üçün mənə çox gözəl bir bəhanə gətirdi. Siz bilirsiniz, biz bunu öz məhəbbətimizlə bir yerdə tikmişik, ikimiz tikmişik. Bizim xatirələrimiz var. Deyirəm, ha, çox gözəl, çox əla xatirələrdir, razıyam. Amma sən bir də var ki, qalxmaq da istəyirsən, yüksəlmək də istəyirsən. Bilirəm, kubik üstü qoymusan, tikmişsiniz. Amma burada set yoxdur, Wi-Fi yoxdur, bilmir haçan olacaq. Köçün buradan qalxmaq istəyirsinizsə. Bu da mənə görə bir önəmli olan bir şeydir. Çalışıram və əksər hallarda məndə bu alınır. Belə təsəvvür eləmirəm də, yadıma salamıram ki, nə vaxtsa bu alınmır. Mən liderlərimə bir də bir dost oluram. Təbii ki, belə bir anlam var. Köhnə dostlar, hər şeyin yaxşı, təzəsi, dostun köhnəsi. Mən razıyam. Mən demirəm köhnə dostlarımızı buraxaq. E, amma köhnə dostlar öz yerində. Amma bir də liderlərimlə dostlaşıram. Onlarla ailəvi dostlaşıram. Onlara mən dəyər verirəm, mən onlara dəyər verəndə baxıram, onlar da mənə dəyər verir. Bu çox önəmlidir. Sadəcə dostluğunuzu edəndə elə edəcəksiniz ki, bəzən üçlü, dördlü, kollektiv şəklində bu dostluq işlə bir-birini qarışdırmasın. Dost olmaq çox önəmlidir. Və demək olar ki, əksər hallarda onların məhəbbətləri ilə, ataları ilə, qardaşları ilə da dostlaşıram. Bu da çox önəmlidir. Bu mənim, yəni bir bəy olaraq danışıram. Bu xanımlara bu ehtiyac deyil. Sadəcə özümdən danışıram. Siz də yəni liderlərinizlə, yetişdirəcəyiniz liderlərlə dostlaşmalısınız mütləq. Bu çox önəmlidir. Yəni biz təklikdə belə deyək, səmimi oluruq, təklikdə. Amma artıq komanda içində olanda, bir yerdə olanda artıq ucu biz keçirik sizə. Yəni orada da sizli bizdə olur. Yəni demək olar ki, yadıma sala bilmirəm ki, biz təklikdə orada olanda və ya onların ailə üzvləri yanında da olanda onlar mənə elə Elmir müəllim deyə xitab edirlər. Heç vaxt mənə Elmir deyə xitab eləməyiblər və eləcə də onların məhəbbətləri də müəllim sözünə ora əlavə edirlər. Əslində bəy demək də olar. Sadəcə mənim özümə görədir. Yəni müraciət formaları var da, deyə də bizdə ölkədə, ölkəyə görə bu dəyişir. Hardasa mister deyirlərsə, bizdə mister deyən yoxdur axı. Cənab da deyək ki, çox az deyilir. Bir tanımadığım bir bəyə bir sözlər deyirlər və mənə də deyilə bilər. Təbii ki, tanımırlar, deyə bilərlər də. Bir harasa bir bazarda da deyə bilərlər və ictimai nəqliyyatda da deyə bilərlər. Qaqaş da deyə bilərlər, qardaş da deyə bilərlər, brat da deyə bilərlər, qaqam da deyə bilərlər, ay qa da deyə bilərlər. İnanırım, o qədər xoş deyil bunu dinləmək, o qədər mənə xoş deyil. Həmin anda bəy deyəndə hə, mənə görə bir qəbullanandır. Axır ki, normal bir adama rast gəldi, bir bəy deyə xitab elədi. Çox xoşlayıram, hə, belə olanda. Sadəcə komandamdan, strukturumdan, digər arifləmçilərdən yox ha, üstlərdən yox, komandamdan da. Olanda bir bəzən bəy deyəndə hə, mənə görə bu artıq mənə bir siqnaldır ki, biz səni bir öyrədən kimi görmürük. Siz bir bəysiniz, siz müəllim deyilsiniz, bəysiniz. Ona görə biraz hə, hardasa da mənə görə strukturun bir bəy deyəndə o mənə biraz hardasa da xoş olmur, hardasa da. Hamıda bəhbəh hadisələr baş verir. Yəni bəhbəh dediyim bizim məsələn sağlamlığımızla bağlı olur və ya da doğmalarımızın əsas birinci dərəcəli qan qohumlarımızın, doğmalarımızın bir bəhbəhləri olur. Və ya elə anılır ki, doğmalarımız gedirlər də, bizi tərk edib gedirlər Marsa. Mən bilirəm ki, bu hallar olacaq. Mən yetişdirəcəyim liderdə də bunları bilirəm ki, olacaq. Və mütləq mən gözlə qulaqda oluram. Bunu duyan kimi olmazınsa olmazıdır, mən orada olmalıyam. Yəni mən heç xoşlamıram
Söz verdiğim sözü təxirə salım, bir görüş verdimsə onu etməyim. Mütləq mən görüşlə bu verdiyim sözə belə vəd olan, sadiq olan bir adamam ki, və bəzən bir sözlər deyəndə yanım qoy bir kalendarıma baxım, mütləq keçib kalendarıma baxıram, həmin anda söz vermişəmmi? 99% hallarda mən bunu nə söz vermişəmsə onu təxirə salıram. Yəni əyərləri, yəni bəzən olur ki, mənim liderim deyir ki, gəlməyin, gəlməyin, lazım deyil. Rayonun kəndindədir, gəlməyin, gəlməyin. Mən mütləq orada olmalıyam, mütləq. Bunu mən özüm də öz üst liderlərimdən belə görmüşəm, rəhbərliklərimdən də bunu görmüşəm ki, onlar da həmçinin nə qədər məşğul olsalar da gedirlər və yaxından iştirak edirlər və hiss elətdirirlər ki, axı biz dostluqdan danışdıq. Mənə görə çox önəmli olan bir varlıqdır dostluq. Biz ona deyirik axı biz sənə dəyər veririk. Beləmi dəyər veririk? Beləmi dəyər veririk? Sən ancaq qonaqlığa, yeyib içməyə, gözəl süfrələrə dəvət edəndə biz gələk. Biz ona hiss elətdirməliyik ki, sənin bəhbəh günlərində də biz sənin yanındayıq. Bu çox önəmlidir. Yəni mənə görə həqiqətən də bu önəmli olan, çox önəmli olan bir varlıqdır dostluq. Və dostluq edəcəyim insana bir dəyər verməyim bu çox önəmlidir. Yəni bu da bilirəm, siz hamınızsa edirsiniz. Sadəcə onlar da bəlkə də burada aramızda olanlardan bir nəfər etmirsə və o bir lider yetişdirmək istəyəcəksə, ona da sözüm ki, birdən eşitsən, bilsən ki, onun doğmalarına nə isə olub, mütləqdir və mütləqdir ki, siz onun yanında olasınız. Bu mütləqdir. Bir növ belə deyim də, mən liderlə işləyirəm və hər kəsin mənfiləri və müsbətləri var. Hər birimizin var. Biz bunu dansaq da, danmasaq da. Və ondan mən suallar verirəm, danışıram. Mən bir liderlə ilk danışdığım gündən danışanda telefonla danışıram, o onu görmür və mənim yanımda mütləq yanımda qələm və ador vərəq olur. Mən notlar alıram. Bayaqlar dedim, mən niyə görə ador vərəq, dəftər yox? Həmin o ador vərəqdə o vərəq adordur. Biz orada qeyd elədik bizim işlərimizi. Müəyyən bir vaxtdan sonra hansısa bir bölmə dolandan sonra və onu arxaya da köçürmək olar. Tam ki o indi bəzən xanımlar çox səliqəli olurlar. Səliqəli davranmırsa, vərəq artıq belə danışmır da, vərəq insanla danışmırsa və e, o vərəqi dəyişirik, vaxtaşırı dəyişirik, yeniləyik. Çünki axı etdiklərimizi bir də biz qaralayırıq axı. Ya səliqəli qaralayırıq, ya belə-belə qaralayırıq. O vərəqi özünüzlə daşıyırıq. Özümüzlə daşıyırıq. Qəfil nəsə bir şey anladım. Tez ora not alıram. Tez ora not alıram. Tez ora not alıram. Bilirəm kimsə deyə bilər telefonda da not eləyə bilərəm, telefonda proqramlarda da falanda da mütləq ora not alıram. Aha, mən qarşı tərəflə danışıram. Danışanda ondan bir notlar götürürəm özüm üçün, qeydlər aparıram. Əksər hallarda 99% hallarda mən o danışıq əsnasında dolayısı yollarla onun bir doğum tarixini də götürürəm ki, o nə vaxt anadan olub, alınırsa ilini də öyrənirəm. İli də bilmək mənim üçün çox önəmlidir. Çox önəmlidir. Bu niyə? İndi yadıma salarsınız, görüm diqqətlisiniz yoxsa yox, deyərəm bu nəyə görə? Bunu deyərəm nəyə görə? Bir növ, baxın nəyə bənzədim? Mən soruşuram da, nə işlə məşğul olsan, gündəlik nələr edirsən, evdə nələr edirsən, hobbin nədir? Bunu bir suallarla öyrənirəm ki, bu nə edir, nə edir, bu lider nədir, nə işlə məşğuldur? Məsələn, götürək istənilən bir ağacı, istənilən bir gülü, istənilən bir qızıl gülü, götürək bir nar ağacını. Bizim bir tam bir həyətimiz var. Bir nar ağacı əkmişik orada. Gözəl, super, torpağımız münbitdir, suluyuruq, nar ağacı böyür. Amma biz onu budamasaq, biz heç vaxt qeybət oradan nar da dələ bilməyəcəyik. Tikanlardan keçə bilməyəcəyik. Biz mütləqdir ki, onu budayaq, onu gözəlləşdirək, nar yığmamızı asanlaşdıraq, daha da pöhrələnsin, onun kol-kos basmasın. Düzdürmü? Həmin anda mən öyrənirəm ki, bunun bu mənfisi var. Bunda bu mənfi var. Bu da var, bu da var. Və mütləqdir ki, mən ilk başlarda özümü ona göstərirəm. Mən bir-iki balaca bir şeylər olur ki, mən ona verəndə bu məsləhət, o məsləhət ona gözəl bir nəticələr verir və bu budamalara başlayıram ki, o daha da rahat inkişaf eləsin. Pis vərdişlərindən əl çəksin, yaxşı vərdişləri olsun və o yüksəlmək onda daha asan olsun. Hamımızın pis vərdişləri var. Burada nə qədər saya bilərik? Gün ortaya qədər yatıb qalanlar var, seriallara baxanlar var, nə bilim, vaxtını sadəcə olaraq boşu-boşuna, aliflım da olmayan bibi qızı, xala qızı, dayı qızı, əmi qızı və daha digər nəvələri sərf eləyib saatlarla danışanlar var, hansı ki, həqiqətən də bu pis bir vərdişlərdir, buna dəyməz. Və yaxud da ətraflarında elə bir insanlar var ki, sadəcə negativ enerji verir. Buna qansoran vampirlər deyirlər də. Mən neynəməliyəm? O qansoran vampirlə ünsiyyətdə olandan sonra ha canlı, ha telefon vasitəsilə də onda insanın taqəti qalmır. Nə yaşamağa, nə işləməyə.
mütləqdir ki, mən onları oradan qopardım. Bu qoparmaq üçün də mənə önəmli olan odur ki, o lider dürüst olsun, mənə düzgün desin və söz dinləyən olsun. Söz dinləyən olsun. Kimdəsə həmən alınır bunu etmək, kimdəsə zamanla alınır. Bir növ mənfi və müsbətlərini öyrənə-öyrənə bacardığım qədər mənfi bir şeylərdən, vərdişlərdən onları uzaqlaşdırıram və müsbətlərini alqışlayıram. Xüsusi önəm verirəm ki, bax bunu çox gözəl etdin, afərin, əhsən, supersən, möhtəşəmsən. Bu cür, yəni etməklə. Bilirsiniz, bəzən lideri yetişdirmək istəyirsən, həqiqətən də onun doğmalarında, xüsusən də birinci dərəcəli qan qohumlarında çox böyük maneələr olur da, qoymurlar. Fərqi yoxdur. Etibar etmir şirkətə qoymur, güvənmir mənə qoymur, onu güya qoruyur. Fərqi yoxdur. Yəni onu qoymur ona görə ki, birdən Məhəbbət məndən çox pul qazanar, mənə saymaz. Fərqi yoxdur. İstənilən bir səbəbdən qoymur. Amma bəzən də maneə olmur. Təsəvvür edin ki, bu lider söz dinləyən də maksimum onda çox asan olur yetişdirmək və hər nə deyirsən birəbir eləyir. Hətta bir dəfə bir yadıma gəlir, bir cənab liderim vardı. Biz onunla tanış olduq. 3 aya lideri mən direktor kimi yetişdirdim. 3 aya. Bir adam sıfırdan bir direktor oldu. Yəni bilirəm, burada çoxları var, deyirlər ki, mən bu qədər qısa müddətə yetişmişəm, bu qədər qalxmışam, bu qədər mövzu ondan getmir ha. Sadəcə mən yazıldım, mən heç nə etmədən alt-alta yazıldı. Sadəcə mən kənarda 3 min elədim və mən qalxdım, daha tez qalxdım. Burada e, onunla işləyən daha üstlər var və artıq dərinliyə qeydiyyatlar gedir. Bu başqa bir məsələdir. Mən sıfırdan bir tapdığım adamdır və ona bəzi məsləhətlər verdim, bəzi danışdıq, bəzi bir şeylər mane yox. Hər nə dedin oldu baş üstə, buyur bu da nəticə və adam qalxdı. Və adam qalxdı. Yəni qısa bir müddətə, çox qısa bir müddətə. Lideri yetişdirmək üçün mənə çox önəmlidir ki, çox danışım desin Zeynəb xanım yuxu bassın. Deməli, su vurun, üzünüzə su vurun. Deməli, asan da olsun deyə, asan da olsun deyə, ondan başqa altda bir neçə liderdən də yapışmaq. Əla olardı. 3-5 nəfər də olsun ki, onlardan da yapışasan. Yəni tək ondan yox, o 3-5 nəfərdən də yapışasan. Mən yadıma gəlib bizim bir strukturu məni yetişdirəndə orada çox mənə bir rahatlıq oldu. Bəzən 3-5 nəfər alınmır, bəzən 2 nəfər olur ki, yapışırsan, bəzən 3 nəfər olur, bəzən heç kəs olmur, tək ondan qalxırsan. Onda biz eyni vaxtlı başlayan vaxtlarda artıq 5 nəfər adam var ki, onların 5-i də qalxmaq istəyirdi, 5-i də. Və biz bu 5 nəfərlə qalxmağa başladıq. İnandırım sizi ki, ard-arda baş menecerliyi vurdular, ard-arda direktorluğu vurdular, ard-arda qızılı vurdular, ard-arda topa girdilər. Və o topa ilə bir yerdə girdilər. Yəni e, bu mütləqdir. Və belə deyim də mən bilirəm, mən demək olar ki, soruşuram, maraqlanıram o kontaktla qeyd eləməklə bağlı da. Demək olar ki, tanıdığım insanların demək olar ki, hamısının insanların adlarını kontaktla qeyd eləmələri bilsinədir. Bəh. Təsəvvür edin ki, ad necədir? Bir deyək ki, xanım adlarından danışanda bəy adlar deyil. Bir Əli gətirib Vəlini, ona yazırlar Əli Vəli. Biri Vəli gətirib Əlini, ona yazırlar Vəli Əli. Bəzən zəng gəlir, bilmir bu Vəli Əli gətirən Vəlidir, Vəli Əli gətirən Vəlidir. Bəzən bu Əli Vəli gətirib, Vəli də bir dənə Əli gətirib. Əli Vəli Əli. Əli Vəli Vəli Əli. Və bu belə uzanır ki, və razılaşır ki, bizim bir çox adlarımız var ki, təkrar adlardır. Çox qoyulur bu adlar. Məsələn, Günay adı, Günel adı, Aygün adı və çox bir adlar var ki, çoxdur da bu adlardan. İndi bunlar belə qoyulur. Mən özüm də və onlara tapşıram ki, mütləq soyadını yazın. Mütləq. Ən azı bir soyadla biləcəksən ki, bu hansı Vəlidir, hansı Əlidir, hansı Pirvəlidir, hansı Dəlidir. Bunu biz biləcəyik soyadlarla. Təbii ki, razıyam və yox, mən artıq kontaktları keçdim. Hə, dala qayıdım. Deməli, ad və soyadlarını qeyd edirəm və onlarla bağlı bir qruplarımız da olur. Üçlü qrupumuz, bəli dedim ha, bir neçə nəfər də var ki, onları yetişdirək. Və ya dördlü qrupumuz və ya beşli qrupumuz. Biz necə təyin edirik bunları? Ee, biz belə təyin edirik ki, yəni deməli adlar və soyadlar bilirik və həmin
xanımın adının və soyadının baş hərfləri, soyad balaca, ad böyük və rütbə dərəcəsinə görə sıralamadan yazırıq. Və bizi qrupda bilirlər. Nə qədər bizdə belə bir qruplar var. Adları zımı zımı, qızı, bızı, abırdı, bıbı belə baxanda qrup adını üçün burada nə yazılıb? Bu üçlü və ya ikili qrupdur. Mənə də tapmaq çox asan. Mənim telefonda bəlkə bir 100-ə yaxın elə qrup var, amma çox asanlıqla istənilən bir qrupu tapa bilirəm. Mən olsa düşünürəm ki, kiminlə bağlı qrupu axtaracağam. Məsələn, Həsən, İsa, deyək ki, Əli. Axtaracağım, bunların adlarının baş hərfinə görə və bilirəm axı bunların dərəcələri yuxarıda kimlərdir. Və ona uyğun yazacağım baş hərfləri həmin qrup gələcək və orada onlara aid olan bir söz deyəcəm. Bəzən elə olur ki, sənin bildirəcəyin mesaj ümumilikdə 30 nəfərlik, 100 nəfərlik, 200 nəfərlik qrupa aid olmur. Sırf şəxslərə aid olur. Və orada o qruplara onu bildirirəm. Yəni bir lider qalxmaq istəyir, hər bir şey var və mən bəzən əksər hallarda daha çox önəm vermirəm də, dedim də o başlanğıcda çoxlu savad olsun, ariflən biliyor olsun. Amma başlayandan sonra mütləqdir ki, onun biliyi artmalıdır. Onun Oriflame haqqında biliyi artmalıdır. Mütləq. Həmin şəxs öz Oriflame biliyini artırmalıdır. Bu mütləqdir. Bu çox vacibdir. Həmin şəxs mütləqdir biznes savadını artırmalıdır. Çox mütləqdir. Mütləqdir ki, insanlarla davranış savadını artırmalıdır. Çünki biz kimdən işləyirik? Yad planetlərlə işləmirik, robotlarla işləmirik. Biz insanlarla işləyirik. Biz bilməliyik ki, insanlar nəyə xoşlayır, nəyə xoşlamır. İnsanlarla davranışı öyrənməlidir. Mütləqdir ki, bir də pul ilə davranışı bilməlidir. Bu da çox önəmlidir. Yəni, bu bilikləri artıqda Oriflame haqqında, biznes haqqında, insanlarla davranış haqqında və pul ilə. Və bunlarla bağlı o qədər kitablar, o qədər YouTube'da video çaxlar var ki, artıq onları öyrədə, bir də baxırsan ki, artıq hər bir şey alınıb. Biz nə qədər danışdıq, vay. Çox oldu. Reqlaməti keçir deyəsən. Deməli, belə bir söz deyim də, milyonçudan soruşanda ki, milyonçu olmaq asan mı oldu, çətin mi oldu? Milyonçudan soruşanda. Milyonçu nə cavab verir adətən? Deyir ki, çətin oldu ilk milyonu qazanana qədər. Birinci milyonu qazanandan sonra hamısı öz-özünə düzəldi getdi. Bunu bilsin niyə dedim? Bir lideri yetişdirincə çətindir. Bir dənə lideri yetişdirdin. O lideri yetişdirəndən sonra o bir liderləri yetişdirmək elə gözəl olur, elə gözəl olur. Həmin lider sənə kömək edir digər liderləri yetişdirməyə. Sonra o liderlər kömək edir həmin liderləri yetişdirməyə. Bu bir növ çox uşaqlı ailələrdə olur ki, nə bilim 7, 8, 11, 12 övladları olur. Artıq böyük övlad digərlərinə kömək edir, digər övlad digərlərinə kömək edir və inandırın sevə-sevə böyük məmnuniyyətlə də mənə kömək edirlər və sağ olsunlar. Mən artıq bəzi məsələlər var ki, yönəldirəm, xahiş edirəm, o da sevə-sevə lazım olsa 10 dəqiqəsini lazım olsa 1 saatını ayırır və kömək edir. Yəni çox çətini birincini yetişdirməkdir və birincini yetişdirəndən sonra digərləri çox asanlıqla alınır. Yəni Oriflame da dediyim kimi istənilən məsləhətçini lider yetişdirmək olar. Bunun üçün məsuliyyət lazımdır, təlimlər lazımdır, bir nastavniklik lazımdır. Motivasiya çox önəmlidir. Liderlərə başlanğıcda sən ki motivasiya verirsən, bilirəm, razıyam. Əksər hallarda hamı danışır ki, disiplin önəmlidir. Mən də bilirəm, disiplin önəmlidir, çox önəmlidir. Nizam, intizam çox önəmlidir. Motivasiya da çox önəmlidir. Ona çalışıb elə bir qaz verməlisən, o deyir, hov var, dağı qaldırar, hov var, dağdan indirər. Sən çalışıb ona elə bir hov verməlisən ki, o artıq, bilirsiniz, hər bir insanın çox böyük motivasiyası var, çox böyük potensialı var, gücü var, qüvvəsi var. Və əksər hallarda o bundan bixəbərdir. Bizim işimiz odur ki, tapıb onu ortalığa çıxartmaq. Bilirəm, başlanğıcda olacaq, başlanğıcda deyəcəklər ki, utanıram, ətrafım yoxdur, o qədər bir şeylər olacaq ki. Amma sən biraz inadlı olsan, biraz çox üstünə düşsən, elə də gözəl alınacaq ki. Yadıma gəlir, illər öncə biz ondan, mənim liderlərim vardı, onlar indi hal-hazırda yoxdular, amma həmin xanım var. Biz kataloqların üzərinə nömrələri yazırdıq və paylayırdıq və gedib bunu metrolarda edirdik. Və biz hər dəfə gedəndə Günay xanıma deyir ki, gəl sən də gedək bizlə. Yox, nə danışırsan? Bəli, orada nə işi var? Yox, mən onu eləyəm, mən utanıram. Bir dəfə elə oldu ki, metronun birində biz təsadüfən ona rastlaşdıq.
Biz orada vardıq. Günel xanım, Zəminə xanım, Nərgiz xanım və Günay xanımla rastlaşdıq. O bizi gördü ve tabii ki birbirlerini görmüş. Kızlar yakınlaştılar ona, bir onu öptüler, görüştüler, kucaklaştılar ve hamının kucağında kucak kucak kataloglar ve kalıblar böyle. Biz baxırıq ona. İndi birisi ki biraz ağyanız xanımdı. Qıpqırmızı qızardı. Qıpqırmızı qızardı. Niye göre utanırdı? Çünkü o bizi tanıdığına utandı. Utandı ki bizi tanıyır. Ve kızlar dedim ha fürsətdir. Paylayın. Metroda əyləşiblər. Seyrək vaqonda insanlar oturub. Onlar gətirib metroda əyləşən xanımları verdilər. Kimsə almadı. Kimsə üzüm belə çövrüsü, kimsə belə elədi. Və bunlar təzələ gəldilər. İndi Günay xanımın yanına. Qırmızı var, qırmızı var. Necə qırmızı rəng idi. Nə olsun? Nə olsun? Müəyyən bir zaman aralığından sonra biz indiki Koroğlu, əvvəlki Əzbər metrosunun yanında biz iki nəfəri onunla katılıb paylayırdıq. Həmin o qızaran Günay xanımla və yanımıza da iki dənə də dilənçi balalar düşmüşdü. Biz kimə ki yaxınlaşırdıq, jurnal təklif edirdi. Onlar da gəlir ki, pul ver də. Biz jurnalı verdik, onlar da pul ver də. Bir gülməli bir şey yaratmışdı. Amma mən nə vaxtsa ona dedim ki, sən də katalog paylayacaqsan, ha? O diyor ki, yox, yox, mən onda gedirəm işlə biləm. Amma müəyyən bir vaxtdan sonra o da bizimlə bir yerdə katalog payladı və katalog paylamaq nəticəsində o indi hal-hazırda olan ən güclü qolunu o yolla tapmışdı. Ən güclü qolunu. Paylaşmağa dəyərmi? Dəyər. Baxın bir söz deyim. Hər bir top lideri var. Hər bir top lideri var da, istənilən bir top lideri. Bunu unutmayın ki, nə vaxtsa addım atan, ilk addımını atan adi, sadə bir məsləhətçi olur. İndi bu dəqiqə bizim gördüyümüz bütün top liderlər. Sonra da 3% məsləhətçi olur. Bu o deməkdir ki, hər kəs qalxa bilər, hər kəs yüksələ bilər. İstənilən bir adamdan burada top lider eləmək olar. İstənilən bir adamdan. Bu qədər. Sağ ol Elmir. Bu söz həqiqətən çox xoşuma gəldi ki, istənilən adam, hər kəs bacarıqlıdır. Sadəcə bu bacarığa imkan verməlidir ki, potensialı tapasan o adamda və onu inkişaf elətdirəsən. Özüm üçün bilirəm xəttimi çox sevirsən, amma qeydlər aparmışam. Və sualı vermək istəyirəm, ili neyinirsən? İli nə? Filmlərdə olur, bəzən o axtarırlar, hansı bir qızılı axtaracaqlar, necə, ona baxırlar, burada yazılar, belə yazılar falanlar. Biz bir dəfə bir dəfə bizim çatda bir xanımlardan biri dedi ki, kim sifarişləri hazırdır, atsın. Məndə də hazır idi. Mən də o saat belə belə atdım da belə deyək, ağ vərəqdə. Ondan sonra heç sonra atmadı. Özü mən xəbərsiz idim. Belə necə gəldi yazmışdım da ağ vərəqdə. Ondan sonra atmadı amma Zemfira xanım xeyli xəttini düzəldib və baxırıq. Maraqlı odur ki, özü özü başa düşür. Bəli, ancaq özüm başa düşürəm, secretlə yazıram. Və sualımın biri, niyə ili qeyd edirsən? Hə, ilk qeyd edirəm. Baxın. Aha, Ümumiyyətlə görə bu önəmli deyək. Deməli mənə bilirəm hamınız diqqətlə qulaq asmışdınız, asmışdınız. O deyir aşpaz aş başla. asmışdı. Hamınız qulaq asmışdı. Düz Zemfira xanım biraz tələsdi. Bu çox önəmlidir. Məni tanıyan hər kəs bilir. Bəlkə də burada kimlər ki mənim kontaktımda var, bəlkə kimlərsə mənim kontaktımda yoxdur, amma digər strukturdadır. Mən demək olar ki, hər kəsin ad gününü bilirəm. Və hər kəsin ad günündə mütləqdir ən azı bir sadə bir mesaj yazıram. Bir ad günü təbrik edirəm. Məndə belə bir ritual var. Bu ritual budur ki, səhər durdum, telefonumu əlimə alanda, bu bəzən hallarda günorta da oyna bilərəm, amma ilk edəcəyim iş bu telefonu əlimə alıb mesajları cavablamaq yox, ad günü təbriklərini etmək. Və mən onları xüsusi bir yerə köçürdüm ki, ad günlərini. Və bəzən mən tutalım da deyək ki, biz 10 günlük gedəcəyik Ariflimla səyahətə. Həmin o səyahət vaxtı olacaq günlər üçün də balaca karton vərəqləri mən həmişə komandama da deyirəm ki, atmayın o vərəqləri, kvadrat kəsin, saxlayın və ora qeydlər alın. Həmin günə olan ad günləri qeyd edirəm və yaşlarını da qeyd edirəm. Niyə ili? Bir var, kimisə ad günü, kimsə təbrik edir, sıradan bir təbrik edir. İndi bir də var sən təbrik edəndə ona vurğulayırsan ki, yubileyindir, səni yubiley münasibətlə təbrik edirəm. Bu deyir ki, vau, nə qədər diqqəti var mənə qarşı. Və yaxud da mən ona bir söz deyirəm, deyək ki, ad olurdu, ad günü orada 22, 33, 44, 55. Mən ona deyirəm ki, Zerkanli yaşının tamam olması münasibətilə mən digərlərindən fərqləndimmi? Fərqləndim. Bəzən bəzən olur ki, indi o qədər də uyğun rəqəm olmur. Xanımlar da ki, yaşı eşitməyə o qədər də xoşlamırlar. Amma mən orada vurğulayıram ki, o gün olsun 138 yaşınızı təbrik edək.
Tuttu ki mən bilirəm, bugün bilirəm onun 30 yaşı, 38 yaş olub və 100 il sonranı da arzulayıram ki və bir də bir sekret edirəm ki, o yaşı da görək. Və o yaşda da bu cür sağlam, gümrah olasınız. Bu çox önəmlidir. Yəni insan özünü həqiqətən də önəmli sayır. Çox deyə bilərəm bu haqda. Bəzən olur ki, inandırır mısın ki, onu mən duyanda mən biraz duyğusal insanam, biraz çox sadə insanam. Doluğu gözlərim. O qədər olur. Hər il olur bunlar. Mənə yazırlar ki, sözü bunlar olur. İlk təbriki sizdən aldım. Bu ayrı. Olur ki, siz məni onu növbəti gün yazır. Yeganə təbrik edən insan oldunuz. Bu bir nə Hı. deməkdir? Yardırma bağlar yaradır. Bu bir insan üçün bir nə deməkdir? Mən onu yeganə təbrik edən insan oldum. Bir dəfə e, mən bəlkə də zamanınızı çox alıram, amma zaman olmayanlar gedə bilər ya da sonra izləyərlər. Bir dəfə bir nəfəri təbrik etdim. Deməli, bir nəfərin anasının ad günüdür. Mən bunun qızına zəng vurmuşam. Və ana da təbii ki, telefon yoxdur və qızımla danışıram. Deyirəm, bəs hə Kəmalə, təbrik edirəm, bəs çox təbrik edirəm, çox sevindim. Nə edəcəksiniz falan filan. O da Kəmalə də oradan mənə reaksiya verir ki, nədir ay Elmir, nədir, nə işdir? Bu da bir qohum adamdır. Nədir, nə işdir? Deyirəm ki, necə nə işdir? Bəs bilmirsən? Dedi, yox. Dedim, bu gün sənin ananın ad günüdür. O da mənə qayıtdı. Hə, vay necə yadımızdan çıxıb. İndi bunu mən sonra danışırlar. İndi baxın. Kəmalə yığır böyük qardaşına. Nə edirsən? Necəsən? Neyniyək? Bu gün neyniyək? Deyir, neyniyək? Neynəməliyik? Deyir, mamanın ad günüdür də. Doğrudan bu gündür. Təsəvvür edin. Hə, onda bir şey eləyərik. İndi balaca qardaş deyirlər, balaca qardaşından xəbər deyil ki, mamanın ad günüdür. Baxın ha, biz deyirik ki, ana ən önəmli varlıq, əsas ana, ana. Sonra deyir ana mahnısı. Ha, indi gəlirik hara? Kulminasiya nöqtəsinə. Bunlar yığırlar ananı. Mama necəsən? Nə var, nə yox? Təbrik edirik. Ay səni belə, ay səni elə. İnanın tam səmimi deyirəm. Ananın da yadında deyil ki, bu gün ananın ad günüdür. Mən bir qızı yığıb anasının ad gününü təbrik elədim deyənə, həmin gün axşam ana gilə yığışma oldu ocağa. Bir tort kəsildi. Bir ailə sevindi. Təsəvvür edirsiniz. Günün bu nə deməkdir? Möhtəşəm. Çox, Həqiqətən çox çox gözəl. çox Özünüz. hamıdan üzr istəyirəm. Siz kameranı bağlamışsınız, mən gördüm. Elmir müəllim, buna görə son anda açmışam ki, üzr istəyim. Bilirəm ki, şəxsizə desəm də Qəbul olmayacaq. olundu, qəbul olundu. Qəbul Buyurun. eləyim mən. Bəhbə səbəblərə görə Təxribatı sual bayaqdan verməyin. Buyurun. atılırdı. Səhər istəmirdim də hamı belə gözəl bu sima ilə atsın. Sizə təşəkkür edirəm. Çox gözəl təlim oldu. Həqiqətən bu gün o qədər bir şeylər Elmir müəllim danışdıqca həm gözümün önündən keçdi və dönüb geri baxdım nələr qazanmışam həqiqətən Elmir müəllimin sayəsində. Və bu ad günü ilə bağlı deyim ki, mən illər idi artıq uşaqlığımdan ən çox sevdiyim gün mənim ad günüm qəşəng keçirilsin. Bəhbə səbəblərdən illər idi ki, mənim ad günüm keçirilmirdi. Ariflame da ilk olduğum il heç kimin yadına düşmür. Hətta özüm belə xatırlatmıram. Çünki artıq öyrəşmişəm ki, mənim ad günüm keçirilmir. Şirkətimizin Sumun yanında ofisin açılışıdır. İlk gündür gedirik. Çantasından Elmir müəllim çıxartdı, mənə hədiyyə verdi. Bugün belə onu saxlamışam. Təsəvvür edin korobkasını, üstünün necə bağlamasını, o bantik nə qədər saxlamışam da. Sumkasından çıxartdı ki, bugün sizin doğum gününüzdür. Necə belə gözlərim dolub, inana bilmirəm ki, kimsə xatırlayıb, kimsə mənim ad günümü təbrik edir. Və o gündən sonra ya elə bir vaxta çatdım ki, ad günümü o qədər insanlar, o qədər ya çox insan təbrik edir ki, bəzən düşünürəm ki, bir dənə qız mənə yazmış ki, prezidentin ad gününü belə keçirtmirlər. Bütün respublika hamısı sizi paylaşır. Bunu Ariflame sayəsində qazanmışam. Bunu Elmir müəllim sayəsində nail olmuşam. Dediyi qaydalar, dediyi sözlər bəzən ağır gəlir, bəzən liderə çətin gəlir. Amma bir şey bilirəm ki, həqiqətən Elmir müəllimin çox gözəl analiz qabiliyyəti var. Əgər bir insanı analiz edirsə, bunda alınacaq deyirsə və dediklərini eləyirsinizsə, elə gözəl nəticələr olur ki, heç sizin o deyə bilər. Məsələn, zamanında mənə deyirdi ki, vaxt gələcək, metro keçidindən yox, mağazində alış-veriş eləyəcəksən qiymətinə baxmadan, mən bunun xəyalını belə qurmurdum, çünki mənim üçün əlçatan deyildi. Amma ona belə nail olursan. Sadəcə çox önəmlidir ki, bu Elmir müəllimin saydıqlarını, təbii ki, burada liderlər var, onlar da həyata keçirsin. Mən özümü deyim ki, məni ilk yetişdirdiyi liderlərdən biriyəm. Mən də eyni o qaydada tam etməsəm də, bir çoxunu etməyə çalışıram və buna görə liderlər yetişdirirəm. Və bugün də kim ki Elmir müəllimin strukturundadır, təbii ki, yeni yetişdirməkdə olduğu liderləri var. Ola bilər siz düşünərsiniz ki, yox, bunu niyə eləyirəm, yox, bu nə lazım? Siz sadəcə eləyin.
nəticəni görəndə məni kimi artıq 10 ildir Oriflame-dəyəm. Hər gün Elmir müəllimə təşəkkür edəcəksiniz ki, nələr əldə eləmisiniz. Təşəkkür edirəm bir daha. Üzr istəyirəm ki, vaxtınızı aldım. Elmir müəllim çox sağ olun. Çox əla bir təlim idi. Çok sağ olun. Onu qeyd edim ki, özüm üçün nəyi götürdüm Elmer? Zənglərə fərqli səs çox xoşuma gəldi. Normalda mən hər kəsə cavab verirəm, amma yenə də çox gözəl bir ideyaydı özüm üçün götürdüm. Bir də hər kəsə disiplin və kontrol biraz da artırmağı bu komandanın inkişafında və komandanın gözəl uğura doğru getməyində gözəl bir addım olacaq. Teşekkür ederim. Uğurlarınızla. Çox sağ olun. Bir daha Amma təşəkkür. mənim bir Onun sənə təklifim olacaqdı. hə, Birisini də təklif edəcəkdim. Biz bu layihəmiz belədir ki, yəni top liderlər edir də bu görüşləri. Və biz də öyrəndiyimiz bir top liderlər var və ya digər strukturların öyrəndiyi bir top liderlər var. Və həqiqətən də bəzi top liderlər var ki, onlar həqiqətən də əfsanəvi top liderlərdir və olub da hələ ki bəzən şəxsi işlər o da gözəl olur, aralanır və alınsa digər o əfsanəvi gəlmiş keçmiş mən həmişə də onlarla ünsiyyətdə oluram. Onlardan öyrənmişəm. Mənim uğurumun sirlərindən biri də suallarımdır. Daim onlara suallar verirdim, daim öyrənirdim. Onları da dinləyək, onları inandırım sizi ki, onlardan da öyrənəcəyimiz şeylər var. Əgər onlardan bir qatqı atsaq, təbii ki, özləri razı olsa, təbii ki, siz razılaşsaz, onlar da bizə bu görüşləri keçirsələr. Çünki biz onlardan öyrənmişik. Yəni həqiqətən də, yəni bəlkə onlar da bir gözəl bir şeylər anlata biləcək. Çünki artıq onların bəziləri top lider deyirlər və onları çox da tədbirlərdə falan görmürük. Amma onlar da danışanda mən şəxsən özüm belə qalıram, bir də ayılıram, ağzımı açıb və onlara qulaq asıram. Və çox maraqlıdır özü, əksəriyyəti bəydir, indi xanımlardır da Oriflame-da. Və biz onlarla bir görüşdə olanda da daima Oriflame, ağızlarının sözü Oriflame, Oriflame olur daima. Bunu tam deyəcəm. razıyam. İnşallah ki olacaq. Növbəti görüşümüzə də növbəti necə deyirlər artıq e, treninqlə çıxarıq. Sənə böyük təşəkkürlərimizi bildiririk və bu ideyanı da kayda aldıq necə deyərlər. Mütləq ki geri dönüş edəcəyik. Çox sağ olun hər birinizə. Düşünürəm bugün hər biriniz həddən artıq çox motivasiya aldınız. Çünki bir saat yarım birlikdə biz sadəcə gözəl sözlər və gözəl təkliflər eşitdik ki, öz işimizdə bunu istifadə edə biləcəyik. Hər hansısa bir belə deyim, mənfi bir şey olmadı və bu saatın nə qədər getdiyini həqiqətən insan heç hiss eləmədi. Çox maraqlı oldu Elmir. Təşəkkür edirəm və əminəm ki, hər kəs özü üçün bir söz, bir cümlə belə götürsə, artıq işində çox uğurlu olacaq. Bir daha təşəkkürlər. İnşallah növbəti görüşdə görüşmək ümidi ilə. Amin. Sağ olun. Sağ olun, çox sağ olun. Talk kaptasını